Instagramdakı bütün baxışlarınız aşağı düşübsə, reklamlarınızın görüntülənməsi aşağı düşübsə, layiklarınız, şərhləriniz azalıbsa narahat olmayın. Bu sizə məxsus bir problem deyil. Keçən həftə Instagramın gətirdiyi yeni bir alqoritm yeniləməsi ilə artıq bütün baxışlar sürətli şəkildə aşağı düşür. Bunun səbəbi odur ki, Instagramın, yəni daha doğrusu Meta şirkətinin verdiyi qərara görə onlar artıq iki format istifadə edirlər. Ya görüntülənmə üçün pul ödəyəcəksən, ya da super viral kontentlər yaradacaqsan ki, super viral kontentlər yaratdığın zaman milyonlarla izlənməyə çıxacaqsan. Yox, əgər izlənmək istəyirsənsə, o zaman sən Meta şirkətinə reklamlar üçün ödəniş ödəməlisən. Çünki burdakı məsələ ondan ibarətdir ki, Instagramdakı baxışlardan Instagram heç bir gəlir əldə edə bilmir. Necə ki, məsələn, YouTube-da siz videoya baxdığınız zaman video ortasında reklamlar çıxır və yaxud da siz TikTok-da videoya baxdığınız zaman video sonunda reklamlar çıxır. Lakin bu Meta-da, Instagram-da belə bir texnologiya yoxdur. Onlar da ona görə artıq baxışların sayını aşağı salaraq istifadəçiləri baxışlarını daha çox artırması üçün reklam ödənişləri etməyə məcbur edirlər. Bunun nəticəsi necə olacaq? Çox maraqlıdır. Ola bilsin ki, bir çox kütlə TikToka keçdi, ola bilsin ki, bir çox loyal kütlə reklam ödənişlərinə yönəldi. Amma hal-hazırda gördüyümüz nəticə odur ki, Meta şirkəti bu qərarla ciddi şəkildə hardasa 60-70% görüntüləmələri aşağı salıbdır. Bəs sizdə ümumiyyətlə nəticə necədir? Bu tərz videoların daha çox gəlməsi üçün bəyənib şərh bildirməyi unutmayın. Daha çox video üçün izləmədə qalın.